mənim əzizlərim, şəhid ailələri, bizim qazilərimiz, veteranlarımız, əziz dostlarımız. Biz burada hamımız bir ailəyik. Bugün hamınızın adından, hamımızın adından, ümumi Tovuz adından Elmar müəllimin ad günü münasibəti ilə təbrik edirəm. Uzun ömür, can sağlığı, ən əsası ailə xoşbəxtliyi və sağlam can arzulayıram. Mən arzu edirəm ki, Elmar müəllimin üstündən heç vaxt acı yerlər əsməsin, başımızın üstündən, yanımızdan bir oğul kimi əksik olmasın, həmişə yanımızda olsun, var olsun. Allah elə bir ixtiyar, elə bir iqtidar versin ki, Elmar müəllim həmişə sözünü desin və bizi müdafiə eləmək qabiliyyətini əldə saxlasın. Çox sağ ol Elmar müəllim, səni təbrik edirəm, bağrıma basıram. Sən bizim oğlumuzsan, sən bizim qardaşımızsan, sən bizim, necə deyim, şəxsən mən öz adımdan deyirəm ki, sən mənim Elmarımsın. Allah səni var eləsin. Əziz dəyərlərim, burada hamımız bir ailəyik. Çox xahiş edirəm, kiminsə ürəyindən Elmar müəllimə qarşı hansısa sözü demək keçirsə, buyursun, mikrofon açıqdır. Əziz qonaqlar, bugün Elmar balamız sahib, onun ad gününə gələn hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Mən ən başda Elmar müəllimi 5 qardaşın ailəsi adından təbrik edirəm. Elmar bala, Allah sənə uzun ömür, can sağlığı versin. Allah sənə nə qədər ömür verirsə, ömrü sağlam canla yaşa. İkincisi də bütün Azərbaycan şəhidlərinin ata-anaları adından Elmar müəllimi təbrik edirəm. 100 yaşasın, həmişə ailəsinin başında olsun, heç vaxt ayaqları büdürəməsin. Allah ona can sağlığı versin. Elmar müəllim gün o gün olsun, evlatlarının toyunu görəsən. Amin inşallah. Ben de sizin tebriklere koşuluram. Elmar müəllim, böyük oğlan olasan, 100 yaşasan, ailenle şu anda xoşbəxt olasan, bugün buraya yığılan şəhid ailələri, şəhid atalarım, hamısı mənim nəvələrimdir. Onların hamısına mənim ürəyim qurban, sənə də başda. Sağ olun, biz də əlamətlər günü sənin qəhbər ürəkdən təbrik edirik. Sizlərə uzun ömür, can sağlığınız diliyorum. Elmar müəllim, 100 yaşında. Həyatdan nə arzuları var? Yürüyə baş, gəl buna bax. Buradan mən Öpürəm. Elmar müəllim, bugünkü gün günün mübarək olsun. Bizim şəhid ailələri biri olaraq rəhbərimiz, bizim üçün də, sənin üçün də, sənin üçün nə qədər əzizsə, bizim üçün də o qədər olmalıdır. Bəlkə də sizdən çox biz sevinməliyik ki, siz bizə nə cür arxa dayağı olursunuz, siz bizə nə cür qardaş olursunuz, olmayanlara ata olursunuz. Sizin əməyiniz, zəhmətiniz əvəzsizdir. Onu qiymətləndirməmək olmaz. Buna dəyər verməmək olmaz. Bunu dəyər verməmək üçün gərək nankor olasın ancaq. İlk günlərimizdən biz sizi tanımamışıq. Sən bizim həyatımızda olanda mən sənin haqqında heç anlayışım yox idi. Sən həmən gündən bu günə qədər nə cür mənim yanımdasan, nə cür əlini əlimdə saxlayırsansa, mən o qədər ürəkliyəm, o qədər arxa dayağım var. Sən hamı üçün, tək mənim üçün yox, hamı üçün arxa dayağı olursan. Kimliyindən asılı olmayaraq, heç tanımadığını insanların hamısının yanında olursan. O insanlar ki, hamısı sizi görəndə fəxr edirlər. O insanlar gərək bugünkü gündə bir yerdə olaydı. Və yaxşı bir bizim bəstələmiş mahnımızı səsləndirdilər. Bayraq qaldırmışlar. Qalxan bayraq enməsin. O bayraq bir dəfə qalxmışdı. Bunları bu nankörlərin sayəsində enmişdi aşağı. İndi bugünkü gündə o bayrağı yüksəyə qaldıran, canlı fəda eləmiş evlatların ruhları şaddır ki, bugünkü gündə biz bir yerdəyik. Biz hamımız bir yerdə olmalıyıq. O evlatlar bizləşdirir bizi. Biz o evlatlara qarşı
hürmətsizlik eləməməliyik. Biz onları kimə görəsə yox, onları həmişə biz başımızın üstündə tutmalıyıq ki, biz onların sayəsində bugün buradayıq, həyatda varıq, həyatda yaşayırıq. Onların sayəsindədir bunların hamısı. Bu sayədən sizin payınız laf yüksəklikdədir. Bu birliyi yaratmışsınız, bu birliyi davam etdirirsiniz, günah salınma bir yerdə. Əziyyətiniz, zəhmətiniz çoxdur. Bu zəhmət sağ olsun. əvəzsizdir, dəyərsizdir. Sizin bu təmənnasız xidmətiniz, deyərdim ki, bax bizim yanımızda olan bu valideynlərdən ya kənardan tamaşa edənlərin də heç birində belə nə cürət, nə bir qeyrət, belə mərdlik ola bilməz. Kimdə var idisə də üzə çıxa bilərdi. Görünür ki, bunun isə ildə yoxdur. Əvəz ediciniz yoxdur sizin. Arzu eləyərdim sizə canınız sağ olsun. Ömrüm uzun olsun. Sağlam canla yaşayasın. Ailənin üstündən heç vaxt eksik olmayasın. Kölgün, ailənin də üstündə, biz ailələrin də üstündə kölgün həmişə var, olsun həmişə. Arzu eləyərkən bir yüksəklikdə olasın sən. Amin. Nuriyan Sən ya. dəyərinsinsən. Sən dəyəri hamıya, kimliyindən asılı olmayan verdiyin dəyər qədər də sən özün onlardan da yüksək dəyərisən. Sənin ailənə xoşbəxtliyi arzu edirəm. Evlatlarına xoş günlərini görəsən. Onlara qarşı nə istəyinə arzun var, həyata keçirirsən. Allah yaradan səni yaradıb, bizim üçün də yaradıb, o ailənin üçün də yaradıb. O ailənin günəş kimi parlayasın həmişə. Biz də sizinlə fəxr edəyik. Əksik olmuyor. Həyatda varsınız, həmişə daimi bizim yanımızda olasınız, həmişə də yüksəklikdə olasınız. Sizə o işlərinizdə uğurlar, müvəffəqiyyətlər. Həyatda ən xoş günlər arzulayıram. Nə attığınız addımları hər birində uğurlar görəsiniz. Sağ ol ki, varsınız. Sağ ol. Təbrik edirəm, 100 yaşa. Səsin həmişə onlardan gəlsin. Allah nə xoş arzu diləyiniz var, xoş arzu diləyinizə səsləsin. Qalalarınızı toyunu görək. Allah Teala'nın arzum budur. Bu cəmiyyəti bizdən almasın. 100 yaşalardır. Elmar baba, sizin adınızı təbrik edirəm. 100 yaşlı ailəylə bir yerdə, balalarla bir yerdə. Gün o gün olsun ki, balalarının toyuna gir. Allah həmişə uzun ömürlü, can sağlığı arzulayıram. Yenə deyirəm, həm bizi bir ailəyik, bir ailəli, həm də ailələrin üstündən əksik olmayasın. Ailə, hamımızın, öz ailənində bizim ailəmiz. Mübarək olsun, təbrik edirəm. Hamınızı salamlayıram. Mən Şəmkir şəhəri, şəhid Qəzənfərli Qurbanın anasıyam. Şəmkir şəhər, bütün şəhid ailələri adından, atalarının, analarının, balalarının, yarlarının adından bugünkü gündə Elmar müəllimi ürəkdən təbrik edəcəm. Allah Teala ona sağ can versin. Gün o gün olsun o kollektiv, o bütün şəhid ailələri, valideynləri onun balalarının toyuna yığılaq. Amin, amin inşallah. Canınız sağ olsun, xoş gəlsin. Allah Teala sağlam can versin, balalarını xoşbəxt eləsin. Biz bugünkü gündə doğrudan da bir ailəyik. Doğrudan da bir ailəyik. Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin. Allah yerdə qalanlar, balalarımızı qorusun. Allah Teala başda Elmar müəllim olmaqla həmişə səs ucalardan gəlsin. Çox-çox təbrik eləyirəm. Allah var eləsin, qadasını alaram. 100 il yaşa, balalarını xoşbəxt eləsin Allah. Amin, Allah, amin. Surxan müəllim, buyurun. Elmar qardaşım, təbrik edirəm. Elmar qardaşla biz şəhid qardaş deyilik. Bütün şəhidlər bizim qardaşımız, bacılarımızdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah dünyasını dəyişən bütün şəhid valideynlərinə, şəhid əmanətlərinə rəhmət eləsin. Elmar qardaş, bugün arzular ancaq sənin üzərində qurulur. İlk dəfə bir ad gününü sənin 40 illik yubileyində qeyd elədik ki, dedilər 40 illik yubiley qeyd olunmur, səndən sonra da mən qeyd eləmişəm. Arzu edirəm ki, sən
70-80 illiyini qeyd eləyəsən, mən də sənin arxanca. İnşallah. Buradakiler Allah de ömür hamısı versin. bizim o yubileyimize gelsinler inşallah. İnşallah Allah ömür versin. Allah mübarek eylesin. Tebrik ediyorum. Balalarının toyunda inşallah. Mən də əmini təbrik edirəm. Gün o gün olsun, 100 yaşını qeyd eləsin, balalarını xoş gününü görsün, uzun ömür, can sağlığı arzulayıram əmim. Analarımıza verin. Elma təbrik edirəm. Nə qədər Allah ömür verir, bu qədər yaşa. Mən 100 il deyirəm. Nə qədər Allah ömür verir, o qədər yaşa. Balalarımızı yerdə. Sağ ol, Allah sağ ol. sizə can sağlığı versin, bizim üstümüzdən əksik eləmək. Gülnaz xanımdan sən bir yerdə bizə həmən qardaş olubsan, həmin ata olubsan. Təşəkkür edirəm sənə, minnətdaram. Dağda, qarda, qışda, hamısında bir yerdə olmuşuq. Allah sizə can Can, sağlığı Allah versin. ömür versin, Sağ sahibinizin. olun dərdim hanım. Sağ olun. Mən də təbrik edirəm. 100 yaşını qeyd edirəm. Can sağlığı versin. Əsas o adama can sağlığı versin. Allah səni evlatlarına məskil etsin. Biz analardan atalarım olsun. Siz də Yılmaz xanım bizim yanımızda dəstəksiniz. Allah sizlərə can sağlığı, uzun ömür versin. Həmişə bir yerdə addımlayaq. Bunu istəyirəm. Var olun. Mən də Qəhrəman Cavid anası. Sizin haqqınızda o qədər danışmaq olar ki, bugün axşamatan danışlar qurtarmaz. Sizi düşünəndə ilk sizinlə qarşılaşdığımız günlər gözümüzün qarşısına gəlir. Hansı ki, ən çətin vaxtlarımız idi, ən çətin anlarımız. İnanmırdıq ki, bu günləri görüb, bu günləri yaşayacağıq. Paramparça olan vaxtlarımız idi. Hansı ki, məqam axtarırdıq, moment axtarırdıq ki, hardasa özümüzə qəsd eləyək, həyatdan əlimizi üzək. O anda siz bizim qarşımıza çıxdınız və bizə yaşamağı, yaratmağı, dözməyi öyrətdiniz və bu 6 ildə əlimizdən tutduğunuz addım bizi başımızı yuxarı qaldıra bildiniz. Yəni ki 6 ildir ki siz bizimlə addımlayırsınız, bizlə ağlayırsınız, bizlə gülürsünüz. Allah sizə acı ağrı qismət eləməsin. Siz hər bir ailənin doğma bir elmarısınız. Hər bir ananın qəlbində bir oğul kimi, hər bir bacının, gəlinin qəlbində bir qardaş kimi, bir şəhid evladının qarşısına bir elmar əmi, elmər dayı kimi varsınızsa, nə xoş sizin halınıza. Bugün sizin üzərinizdə qurulub bu məclis. Ən xoş dualarımızı, ən xoş arzularımızı sizə bildiririk. Allah sizi ailəmizin üstündən əyisk eləməsin. Əgər İraq bir məclisdə siz olmayanda, sanki Gülnazla siz də biz bir parçamızı itirmiş oluruq və orada nətər olacaq bilmirik. Məclis deyəndə, tədbir deyəndə ilk sizsiniz. Sizə xoş arzular diləyirəm. Allah sizi var eləsin, 100 yaşayın və biz də sizə baxıb yaşayaq, yaradaq. Allah ömür versin. Ailənizin başının üstündən, yenə deyirəm, ailəmizin başının üstündən əski olmayasınız. Allah o gözəl balalarınızın xoş gününü qismət eləsin. O gün olsun, balalarınızın toyunda iştirak eləyək. Oğul toyunda, qız toyunda və o gün olsun nəvə nəticə sahib olasınız. Sizi baba kimi təbrik eləyək. Allah o günləri bizlərə də qismət eləsin. Amin. Nə qədər siz varsınız, vallahi üzümüz gülür. Yenə deyirəm, 6 ildir bizi siz yaşadırsınız. İnşallah ki, hər şey yaxşı olsun. Hər şey ürəyiniz istəyən kimi olsun. Xoşbəxt olun, sağlam olun qazanın. Canınız sağ olsun Sərin Gülüm. Mən də öz növbəmdə hər kəs salamlayıram. Şəhid ataları, şəhid anaları, qonaqlarımız. Əziyyət çəkib, qiymətli vaxtınızı sərf edib buraya gəldiyiniz üçün hər birinizə minnətdarlığımı bildirirəm. Qardaş, sənin də yaşın mübarək olsun. Mən sənə ən əvvəl Allah Taala'nın insanlara bəxş etdiyi qiymətli can sağlığını arzulayıram. Çünki insanın canı sağlam olarsa dağı da usta qoyar. O sağlığı Allah'tan arzu ediyordum, heç vaxt sizin əlinizdən almaz. Və sizlərə arzu etmirəm ki, bu qədər yaşayasınız. Allah'a qurban olum. Allah verdiyi, yazdığı tarixi xoşbəxt, gülərüz ailənin üstündə olacaq həmişə. O yaşı yaşayasan, evlatlarının toyunu görəsən, əlbəttə ki, tək yox, burada yığılan ailələrlə bir yerdə. Çünki burada hər bir ailənin arzusudur ki, sizin evlatlarınızın toyunda iştirak edəsiniz və öz ürək sözlərini desinlər.
və bir daha mən sənə can sağlığı, ömür uzunluğu arzulayıram. Ailənin üstündən heç vaxt əksik olmayasan, həmişə belə qürurlu durasan. Burada qeyd olundu, bəli, 6 ildir bu ailələr sizinlə birgəyik. Bu ailələri birləşdirən məhz sizlər oldunuz, Gülnaz xanım oldu. Hər ikinizə minnətdarlığımı bildirirəm. Və çox sağ olun deyirəm ki, bugünkü gündə bu ailəni qoruyub saxlamışsınız. Çox sağ olun. Bir daha yaşınız mübarək olsun. Siz sağ olun ata. Yaşayasınız, güləsiz, deyəsiz, şənlənəsiz və sədalarınızın daha da yuxarılardan gəlməyini arzulayıram. Və hamınıza minnətdarlığımı bildirirəm. Çox sağ olun. Kardeş, görürsən də bütün şəhid ailələri səndən. Və deyirəm ki, deyiləsi söz qalmadı. Çünki bu hörməti sən özün qazanırsan. Qıraqdan gələn saat qiymət versə də verməsə də sənə ki, bu bir belə şəhid ailəsi sənə alqış edir, səni dəstəkləyir. Böyük şərəfdir. Şəhid ailəsinin alqışını almaq hər insana qismət olmur. Hər adama qismət olmur ki, şəhid ailəsi alqış eləsin. Bu alqışı, bu hörməti sən Gülnaz xanımla özün qazandın. Mən səni təbrik edirəm, qardaş. Mən sənə uzun ömür, can sağlığı arzulayıram. O gözəl gül balalarınla həmişə səni yaşayasın, var olasan. Və həmişə diqqət elədiyin kimi, həmişə də bizə diqqət edəsən. Yəni bir söz deyim ki, bax, inanmıram burada ağsaqqallar var. Sən babadır, Süleyman qardaşımıdır, ağsaqqallarımız var. Şəhid ailəsindən alqış almaq hər şey yəni qismət olur. Qabiliyyət lazımdır. Həm də şəhid ailəsinin alqışı çox böyük dəyərdir. Və mən bunu səmimi deyirəm bu. Çox böyük dəyərdir. Çünki Allah şəhidləri yanına aparır. Görsən nə qədər xoşbəxt adamsan ki, vallahi mənim sən xainlığımdır. Sən gör nə qədər xoşbəxt adamsan, gör nə qədər bəxtəvər adamsan ki, şəhid ailələri sən nə qədər çox istəyir. Və o sevinci, o xoşbəxtliyi, bütün bunların hamısını özün qazanırsan. Mən səni öpürəm, bağrıma basıram, Allah sizi var eləsin, Gülnaz xanım, çox sağ olun. O gün də mənim qızımın toyu oldu. Sənin mənim yanında olmaq, şəhid ailələri mənim yanında olmağı, mən gələn qonaq düzdür, qonaqdır. Amma şəhid ailəsinin yanında olmağı, Allahın haqqı elə bir ki, böyük ürəklənirsən, elə böyük dəstəkdir. Bu, hər adama da qismət olmuş. Şəhid ailələrinin mən qarşısında yenə də bir şəhid ocaqsı kimi baş əyirəm. Bütün şəhidlərimizin ruhu şad olsun. Devlətimiz sağ olsun. Millətimiz var olsun. Sağ ol Elmar qardaş. Elmar, mənim oğlum, mənim qardaşım. Sana öz ürəyimdən gəldim. 4-cü sinifdə əzbərlədiyim bir şeiri burada deyəcəm. İnsanın şərəfi, bəzəyi məncə, deyildi nə ipək, nə tirmə oğlu. Yaxşıdan yaxşı ol, ellər içində, dostuna bir ziyan getirmə oğlu. Yersiz gülümsəmə, yersiz ağlama, bir könül də qırma, sinə dağlama. Sirrini ellərdən gizli saxlama, dilinə yalan söz gətirmə oğlum. Yel qanatlı illər ömürdən gedir. İnsan əqili ilə kamala yetir. Bağında nərgizlər, lalələr bitir. Tikanlar, qanqallar bitirmə oğlum. Mən Gerisini Sərincil ana tamamlayacaq. doludur, dolu. Söz verib öhdənə götürmə oğlum. Elmar müəllim, sən şəhid ailələrinin içinə gəldin, balalarımız gələn vaxtı. Heç vaxt o tarix, o an, o dəqiqə mənim yadımdan çıxmır. Bizim əlimizdən tutdum. Şəxsən mən orada Elmarı itirəndə, o yolla gedəndə yanımda səni gördüm. Və o heç vaxt mənim yadımdan çıxmır. Mən soruşdum kimdir? Dedilər ki, Elmar müəllim.
birliyin rəhbəri. Düzdür, birliyimiz əvvəldən var idi, amma sizi şəxsən tanımırdım mən. Mən Azadı tanıyırdım, mən Maksudu tanıyırdım, sizi tanımırdım. Yəni, o vaxtdan bu vaxta qədər o qan verən yaralarımızı sarıdın, əlimizdən tutdun. Bir oğul kimi yanımızda oldun. Çətin günlərimizdə oldu, ağır günlərimizdə oldu. Hamısında yanımızda oldun. Allah səni var eləsin. Oğul var, öz atasına, anasına oğulluq eləyə bilmir. Amma oğul var, sizin kimi, bizim kimi anaların, ataların oğlu ola bilir. Allah səni dünyaya gətirən ata-anaya qəni-qəni rəhmət eləsin. Allah sizə uzun ömür, can sağlığı versin. Yenə deyirəm, mən sizə elə bir ömür arzuluyuram ki, o qədər aşıb daşasan ki, bax bizim bütün arzularımızı, səndən olan arzularımızı yerinə yetirməyə imkanım olsun, gücün olsun, iradən olsun. Nə tərdim, ürəyin olsun. O var devlət bekar şeydir. Var devlət ola da bilər, olmaya da bilər. Amma can sağlığı, bir də o ürəkdə düzgün əqidə varsa, deməli, yolun davam edəcək. Yolun açıq olsun. Biz də sənin yanında. Sağ ol. Hər birinizə təşəkkür edirəm. Mənim dəyərli analarım, hər birinizin əlinizdən öpürəm. Atalarım qarşınızda başa eğilim. Allah hər birinizdən razı olsun. Həqiqətən nə yaxşı varsınız. Mən 2008-ci ilə qədər mən heç hava adını keçirtməmişəm. Amma 2008-ci ildən sonra bir bədbəxt hadisə eləmişəm. Ölümlə nəticələnən, ondan sonra ikinci səfər elə bir dünyaya gəlmişəm, ad günlərini başlamışam qeyd eləməyə. Amma bu 2019-cu ilə qədər müxtəlif insanlardan olur. İşlədiyim bir təşkilatda iş yoldaşlarımla olub, amma dostlarımla olub, hər il cürəbəcürə insanlardan olub. 2020-2021-ci il keçirtməmişəm ad günləri. Amma 2022-ci il yenə sizlərlə bir yerdə olmuşam. Bugündən sonra da inşallah ki bir yerdə olaraq. Allah sizləri var eləsin. Mən arzu edirəm ki, həmişə bu cür xeyir işlərdə, şad günlərdə, bir yerdə olalım. Allah sizi var eləsin. Valla indi mənim qardaşımın yadigarıdır, Elvira buradadır. Bu bayaq gəldim, o ürək sözlərini dedi. Amma mənim qardaşım şəhid olanda Elviran bir yaşı yoxdur, çox balacaqdır. Heç atasının o sağlığını, duruşunu görmədim. Amma bilirəm ki, yaşasaydı atası büyük gün fəxri ilə daha çox atasından fəxr edir. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Şəhidlər qürurumuz başlayacaq. Nə xoş mənim halıma ki, mən sizlərin qəlbində zərrə qədər də olsa bir yer tapmışım. Allah sizi var eləsin. Sizlərə qurban olaram. Orun təbrikini də al da, orun təbrikini. Orun təbrikini. Orun təbrikini. Əziz təbrikini. Sən də get. Az günün mübarəkdir. Təbrik edirəm ay Elmaramız. Sağ olun. Hər birinizdən Allah razı olsun.